Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına divar paneli yükü aparan Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Sədərə Gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı yük nəqliyyat vasitəsində divar paneli yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda gümüşü rəngli folqaya bükülmüş 24 bağlamada küllü miqdarda ümumi təmiz çəkisi 77 kiloqram 150 qram olan narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Hidayət Seyidov, xanım Rüstəmzadə, NTV Xəbər.